Dedim qurban olmalar. İndi Laləzar zəng eləmişdi. Mən eləmişdim daha doğrusu. Ayşə düz danış. Günah elədim mən. Buna görə sən şeytan. Dinlədi. Günahkar olanda şeytan adam olacaq olur. Məsəl üçün, indi cəmaat ki, əgər Azərbaycanda məsələn xaricdə çıxa bilmirəm də, çıxmırsan, istəmirsən. Nə var ya xaricdə? Ruzi axtarmalar var, burada var. Adamlar var, amma ruzi axtarmaq üçün gedir xaricdə ya oxumaq üçün sonra. Elə ki, Azərbaycanda görürüm, nə qədər klinikalarda, başladı, o klinika, bu klinika. Bütün radyonda qol asır amma, radyoda elə hey reklam gedir ki, falan klinikada falan uzman, həkim falan, girişi falan qiyməti olur. Amma əslində, məsələn, Elman sənə nə deyirdi? Qulun şəhərdə. Elman nə deyirdi? Elman deyir ki, sən çox sağlamsan. Məsələn, mənim qohumlarım, yaşlılarım var da, qan təzyiqindən əziyyət çəkir. Sən hamısı etaplardan keçmirsən. Amma ki, öz-özünə həkimə getmədən sağalmışam hamısı. Məsələn, belində yırtıq olur, sonra çox pis şeylər olur məndə. Axır ki, hamısından keçmirsən, deyirlər şəkərsən, onu da getmirsən, yoxlatma. Normalı yox, əğlamdan əğlaya yaşayırım. Yəni, xoşbəxtəm, sağlamam, prosta iynələnmişdim. Mən Elmanın vaxtında, məsəl, əli gedəndə, indiki kimi, amma tək öz düzdür, amma indi sənlə məli. Sən mənə bir hadi edirsə, mənə bir tərpəşirəm yerində. İynələnmişsin ona görə, amma o vaxt özün elə qıvraq edin sonra. Məsələn, Elman deyir ki, sən eyni vaxtda bir neçə işi görürsən. O fikir verir ki, məsələn, oturdun bir nəsə, oradan onu, buradan bunu, hamısını da qəşəng yerinə getirirdin. Və qızın niyə bu gündədir? Hey qrip olur, hey özünün üst başına baxamır. Saçı əvvəl necədir? Saçına kukla saçı elə olmur. Çünki, amma o artistlər necə gəldir, çıxır səhnəyə və onlardan da qəşəng hər gün belə Elman söz var da, formada olmaq. Çox belə gözəldən gəldirdi, necə. Mən saçımı fenlətdim, ömrümdə bir dəfə, iki dəfə deyəsə, bir dəfə deyəsə nə vaxt eləmişəm. İki dəfə oldu elə düzləşdirmişəm də, qəşəng saçım var idi, yaraşırdı, gür idi. Düzləşdirəndə xoşum gəldi ki, yaraşırdı. Niyə? Çünki qlapki gedirdi, boşun başın yekə görünmürdü, qəşəng olurdu. Amma niyə eləmirdin? İki dəfə eləmişəm, niyə? Bu Laləzar çox belə özünə baxan idi. İndi o qaynatası bomuş deyirlər, bomuşlar, Allah qurban olun deməyəm, Allah qurban olun. Yəni, Murad öz də deyir ki, nəysə, bomuşluq sürətəsi. Sonra, bomuşla da yəni deyirəm, çox tökülübsən, yəni imkanı olmayan, amma ki, özünə əl gəzdirəməyən, sərgiyə salamlayan, nəyin ucbatından, pulun ucbatından, nəyin ucbatından bilmirəm. Amma Laləzar indi, hey partiyashkasız, amma əslində onun ən böyük dərdi var. Qız qalası boydadı falan dərdi var. Dərdi nədir? Dərdi odur ki, getməlidir prokuraturaya, deməlidir mən budur, öldürmək istəyir. Bir neçə olması, Muradını öldürmək istədim. Demir. Niyə demir? Sən soruşdun nə deyir? Geçsəm, evə qaydacam, evdə mən gün verməyəcək, sağlasaq söylər. Yəni də ucağına maxana düşəcək, çıx ged eləyəcək, harada qalacam deyil. Sizə gələcək, qalsam, yerin yoxdur. Nənə aparmır onu evlərindən sonra. Sonra deyil, uşaqlarla, yəni iki körpədir, adam indi gedir, obru sağa, uşaq burada yıxıla bilər, məsələn, nəsə hadisə olursa, baxmalıdır axı uşaq, aysa o. Ya adam bazarlığa geçsə, o iki uşağına qoltuğuna vurub bazarlığa gedəndə, deyir, yəni mən tək, sən nə deyir? Mənə deyir ki, həmişə deyir ki, sən bir dənə mənə dəstək ol, mən boşanım. İndiyə qədər deyir, Qışda gecə saat 4-də qapına döyür ki, mama ağlayır ki, nə olar, mənə dəstək ol, mən boşanım. Nəysə, yəni, o iki uşağa mən dəstək olarım, kömək edərəm. Sən də ömrüvə bəlkə də az qaldı. Yəni ki, ona görə az qaldı ki, düşməyim çoxdur.
Bir də mən heç yerə mənə desələr ki, lap tutaq ki, sən belə harada ev verir, mən getmərəm, mən öz evimdən çıxmaram. Niyə? Gedəmərəm, yox, mən öz evimi istəyirəm. Aha. Ölüm burada ölümdən. Sonra ona görə məni qorumaq da mümkün deyil. Polislər qoruyacaqsa, onlar da düşünəlimdir birinci növbədə. Aha. Sonra bu Laləzar deyir ki, sən şeylə sonra deyən mələk o idi şeytana, sonra verirlər. Yox, sonra indi bu soranı sən dedin. Səndə səmimiyyət var, onda belə pis şey var. Laləzar deyir ki, sən qızın nə deyir? Amma mən ona dəstək olmaq istəmirəm. Niyə? İndiyə qədər Muradın 1001 sifəti var idi. Deyirdim, görürsən, hansı düzdülər, bir dənə günah olar, 2 uşaq qalar, mən ayıraram, falan olar, 5 məkan olar. Deyirdim, ailə olsunlar, ona ağıl verdim, buna ağıl verdim. Əslində, Quran oxusaydılar, hamıdan yaxşı olardı. Murad alçaqlığına əl çəkən deyir, qohumlar nə deyir? Deyir, atası sifətdir, sonra deyir, ola gələn deyir. Atası da ola gələn deyir. Qudurtmuşsuz, qudurtmaq deyil. O şeytana boyun əyə və beləcə mahnılar necədir onu denə? Düşünəyim olar kimi. O mahnıların qulaqsanda, mahnı oxudanda adam evə elə bahmər şeylər girib. Nəsə. Nəsə. Sən ona mahnı qoymağı öyrətdin. Səndən öyrəndi şux mahnı qoymaq. Amma ona nə lazımdır? O rədd olsun, sonra ona nə lazım deyil kimi. Mənə deyək, mən dinlər vəsvəsə verir. Davay deyil. Qolmuş şeytanına Allah'a sığınıram. Bismillahirrahmanirrahim. Allah'ın şeytanların yanımızda olmalarını, onların işimizdə xəla qatmalarını sənə pənah aparım Allah. İndi deyə biləcəksiniz. Elə ki, bu Laləzara mən yazdığım gəldi. Niyə? Təsəvvür et ki, özün saxlaya bilmir. O mənimdə ki, qripdir, təsəvvür üşüyür, gedib əlini də geyməyə həvəsi yoxdur əslində, ay sağ ol. Deyir, üşüyürəm, durub. Nəysə. Dedim, get çayı şükür, getdi işdə, Allah da işləmədi. Nəysə, sonra elə bir ki, bu uşaqlara görə qalır orada ailədə. Neynəməlidir? Muradı verməlidir prokuraturaya. Ay Laləzar deyən lazımdır ona ki, mənə sənə deyim ki, axı, bu adam haqqın tərəfində niyə durmur? Haqdan xoşlanmırmı? Xoşlanır. Hamı xoşlanır. Amma o xoşlanmırmı? Axı, bu nə deməkdir? O dedi də sənə nəyə görə istəmir? Dəstək o verilmir, məsələn, boşanır. O nə deyil? Adam üçün boşanır. Məhkəməyə niyə? Məhkəməyə niyə? Çünki tutturmayım deyir uşağın əlini. Uşaqların əlini adam tutturmaz. Niyə? Səhv deyir, ayısı, niyə tutturmur? Cinayətkar tutulmalı. Özü də elinəsə cinayət eləsə, geçsin özünü versin təhsil, desin, cinayət eləmiş. Onda o tövbə qəbul olunur. Ayısı. Şu. Qatıq ağ deyil, qara deyil.